Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Ermənistan hərbiçisinə girov düşən 3 Azərbaycanlının tali ilə bağlı xəbərlə başlayıram. Ermənistan tərəfinin iddia etdiyi kimi Azərbaycanlıların öz doğma torpaqlarına keçmələri təxribat deyil, sadəcə ata-babalarının qəbirlərini ziyarət etmələri olub. Rəsmi İrəvan isə bu məsələdə özünə dividend qazanmaq istəyir, amma alınmır. Çox gərgin, 2 gün gərgin vəziyyət keçdi. Kəlbəcərdə girov götürülən Azərbaycanlılarla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan və Ermənistan tərəfi ilə danışıqlara başlayıb. Girov götürülənlərin şəxsiyyəti də bəlli olub. Onlardan biri Dilqəm Əskərov Rusiya vətəndaşıdır, uzun müddətdir ki, Tümendə yaşayır. Dilqəm bir neçə dəfə doğulduğu Kəlbəcər rayon Şaplar kəndinə gedib və valideynlərin qəbrini ziyarət edib. Dilqəm Əskərov Rusiya vətəndaşı olduğundan bu məsələ ilə bağlı həm də Rusiyanın Ermənistandakı səfirliyi də maraqlanır. Azərbaycandakı səfirlikdən Aynes Presə deyilib ki, İrəvandakı səfirlik hərəkətə keçəcək. Yəni bu mənim anadan olduğum çatdıyım. Ermənilər isə videodakı şəxsləri diversant kimi qələmə veriblər. Ermənistan Müdafiə Naziri Seyran Ohanyan Azərbaycanın işğal edilmiş ərazisinin sakini olan Azərbaycanlıları Ermənistan qanunları ilə və beynəlxalq normalarla mühakimə edəcəklərini söyləyib. Amma Ohanyan Kəlbəcərdə doğulmuş və hazırda Rusiyada yaşayan Azərbaycanlının Ermənistana aid olmayan doğma kəndinə atasının qəbrini ziyarət etmək üçün getdiyinə görə hansı beynəlxalq normanı pozduğunu deyə bilməyib. Həm də beynəlxalq aləm bu torpağı Azərbaycanın işğal olunmuş ərazisi kimi tanıyır. Görüntüdəki şəxslərə gəlincə onlardan biri Cəbrayıl rayonundan olan Həsən adlı şəxsdir. Ermənilər onu öldürüblər. Digərləri isə hazırda əsirlikdə olanlar Kəlbəcər rayonundan Şahbaz Quliyev və Dilqəm Əskərovdur. Ermənilərin Şahbaz Quliyevin gözünü çıxardıqları da xəbərlər arasındadır. Azərbaycan ordusunun kəşfiyyat diversiya qrupunun üzvü kimi təqdim edilən ermənilər arasında panika və təşvişə səbəb olan bu şəxslər ilk dəfə deyil ki, işğal olunmuş ərazilərə keçirlər. Gördüğünüz Dilqəm daydı, indi Tərtər sayını keçir. Aynes olaraq Dilqəmin öz doğma kəndində çəkdiyi görüntüləri dəfələrlə təqdim etmişik. Müxtəlif illərdə o dəfələrlə işğal olunmuş Azərbaycan torpaqlarında görüntülər çəkərək internetdə yayımlayıb.